Buradan Əli Həsənova üzümü tutub deyirəm ki, Allah əlimi qoy vicdanımın üstünə, vicdanımın üstünə. Səndən artıq bu qaçqınlar xahiş eləyir. O 150 minlik maşın sürmə. Gəl 15 minlik maşın sürməyə, bu qaçqınlara bir gün ağla. Nə olar ki, biz də insanıq, biz də yaşamaq istəyirik. Biz də sənin kimi getdiyin sanatoriyalara getmək istəyirik. Sən yaşadığın villada sənin gəlininlə pisənmi, qızından pisənmi? Mən də oturmaq istəyirəm o villalarda. Səndən artıq xahiş edirəm. Çotaqlı versin, çotaqlı bir uşaq xəstədir valla. 3 dənə maşını satsa bəsindir. 3 satmasın. Elə eşitmişəm ki, əvəzində Ferrari gətirdim. O Ferrari-ni gətirməzdi, bir dənə 15 dənə ailənin puludur. 15 ailəyə bir dənə ev verərdi Əli Həsənov. Mənə heç kimdən sözüm yoxdur. Bir dənə prezident yetərincə pul ayırır. Əli Həsənov nəvələrinə, qızına, oğluna, ailəsinə nəyə görə onun ailəsi gedib sanatoriya yaşamalı ki? Mənim uşağım onun nəvəsindən əksikdirmi? Yoxsa ondan əksik kişinin qızıyam mı? Mən nəyə görə mən gəlib yarım tutmada yaşamalıyam, padvalda yaşamalıyam? Xahiş edirəm ondan bizə gün ağlasın. Şəxsən Əli Həsənov Qaçqın.com-dan çıxsın, başqa bir adam gəlsin və o bizə gün ağlayır. Bizim halımızı başa düşən adam.